Biz bu günləri sizinlə spirallı pilləkənin çəkilişini deyəcəyik. Deməli, əvvəlcə top görünüşdən baxıraq, sonra çevrəni götürüb, radiusu 100 olan bir çevrə çəkdik. Və bunun daxilində bir dənə də çevrə çəkirək, radiusu 10. Line komandası ilə böyük çevrənin yan tərəfindən kiçik çevrənin yan tərəfinə bir xətt çəkdik. Və bu balaca çevrəyə ekstrud verirəm. Haradasa 240. Arra komandasına daxil oluram. Burada polar arrayı aktiv etdikdən sonra sayını yazıram 12 dənə. Dönmə bucağı 360 qalır. Mərkəzi seçirəm. Select obyektdən bu xətti seçirəm. Enter, OK. Və bunları biz ayrı-ayrılıqda obyekt etməyimiz üçün boundary komandası var. Burada drum menüsündə boundary komandası vasitəsilə pick point seçib bunların ayrı-ayrılıqda daxilində vurub Enter. Və indi baxsaq görərik ki, burada ayrılıqda obyektimiz var. Və bunlara ayrı-ayrılıqda ekstrud vermək lazımdır. Qalınlıq verirəm, haradasa 20. Və front görünüşdən baxıram. O əvvəlcə çəkdiyimiz xətti çəkək kənara, görürsünüz buradadır. Bunlar bizə lazımdır. Bunu delete. Və perspektiv baxışdan baxıb edib pilləkənimizin hündürlüyü oldu 20. Bunları həmin arzulara uyğun kopyalayıb qaldırırıq. İkincini verirəm 40, 60, 80. Baxıraq bu bir sözündən 100, 120, 140, 160, 180, 200, 220. Görürsünüz, pilləkənimiz hazırdır. Bunun əl tutma yerini çəkmək üçün top görünüşdən baxıraq, boş baxıraq. Burada helix komandasını götürüb, bu bizim böyük çevrən radiusu oldu 100. Bunu da aşağı radiusu verirəm 100, yuxarı radiusu 100. Sonra twist vurmaq. Enter, kurukların sayı bir dənə, hündürlük 240. Baxıraq, bunun bu hissəsi burada olmalıdır. Onun üçün biz elə bu görünüşdə də fırlada bilərik. Burada fəzada fırlatmaq üçün rotate var. Bu çəkdiyimiz helix seçirəm. Mərkəzi nöqtəni göstərirəm. Burada göy oxu ətrafında fırlansın. 180 dərəcə. Görürsünüz, gəldi, düşdü bura. Bunu move komandası ilə qaldırıram. 30 yuxarı. Pilləkəndən 10 yuxarı. Buraxdıq çevrə, kvadrat, nə istəsək çəkirək. Sweep komandası ilə qalınlıq veririk. Bundan da istəsək bir neçə kopya edə bilərik. Pilləkənimiz hazır və yaxud bir neçə mərtəbədə edə bilərik. Məsafəsi 240, select obyekt, obyektin hamısını seçirəm, enter, bax. Pilləkənimiz hazır.